Hər vaxtınız xeyir olsun dostlar. Əslində öz-özümə fikirləşdim ki, bu videonu çəkim ya çəkməyim. Sonra düşündüm ki, deyəcəklər ki, hələ sənin evladın 1 yaşı var, haçan o məktəbə gedəsi. O vaxtaca inşallah nəinki Azərbaycanda, bütün dünyada bu təhsil sistemində böyük bir dəyişikliklər olar. Amma doğrudan da Kahramanmaraşda baş verən faciə mənə çox neçə gündür araşdırıram, təsəvvür edin. Atası polisdə rəis olub, anası məktəbdə müəllim olub, amma bu uşaq cinayətkar oldu, özü də öldü və özündən sonra da 17 can aldı. Böyük bir faciədir bu. Amma əsas bu faciədən başqa Azərbaycanda olan bəzi influencer, bloger və tanınmış simaların bu günləri bu haqda heç fikir bildirməməklərini deyirəm. Saytlarımıza baxıram, maşallah saytlarımızda bugün xəbərlər yalnız Türk fenomeni qarğıdalı sata-sata məşhurlaşdı və bizim Elm və Təhsil Nazirimiz gedib tələbələrin hazırladığı qutab yeyib. Nə böyük bir şey iş olub, nazir qutab yeyib. Yəni bu o qədər qlobal bir məsələdir ki, biz doğrudan da xalq olaraq nazirimizin qutab yeməyinə baxıb və təhsilimizdə olan boşluqları görürük. Məktəbdə müəllim şagird arasında olan problemlər və bu günləri bəzi müəllimlər haqsızdılar. Hansılar ki, ad günlərində özlərinə Cartier, Chopard, nə bilim, bahalı ətirlər sifariş verdilər və o dırnaq arası valideyn qruplarında olan yaltaq valideynlərin təkidi ilə imkanı olmayan uşaqlar gedib evdə məcburən analarına baxırlar, atalarına ki, bəs sabah müəllimin ad günüdür, müəllimənin və onun üçün şopart alırlar. 2-3 dənə yaltaq valideyn düşüb ortalığa və imkanı olmanlığa insanlardan da 50 manatdan, 30 manatdan yığıb müəlliməyə ya şopart saat alırlar, ya nə üzüyə alırlar, ya qızıl əşyası. Amma bu müəllimlər ki, hansılar ki, özlərinə hədiyyə alırlar. Kahramanmaraşda baş verən hadisədə özünü sipər edən Rəziyyət müəlliməsinə baxsınlar ki, uşaqları ölümdən qurtarmaq üçün canından oldu. Amma bizdə olsa bəzi müəllimlər məncə pəncərədən birinci özləri atlanıb qaçıb gedərdilər. Və buradan blogerlərə niyə səslənirəm, influencerlərə? Uşaqlarımızın bahalı həyatını, bahalı ad günlərini, bahalı yaşayışınızı, bəzən də bəzi qurumlara yaltaqlıq eləmək üçün videolar çəkib onlara yaltaqlamağınızı görmüşük. Allah işlərinizi avan eləsin, ruzunuzu bol eləsin. Bəs niyə bir valideyn olaraq siz də belə videolar çəkib, yəni mənim kimi yox ha, yəni özünüzə aid videolar çəkib, bu sosial şəbəkədə olan bəzi oyunlar vardı ki, uşaqlar onu oynayırlar, orada onlar işlərində qisas almaq üçün qəhrəman olmaq istəyirlər və düşünürlər ki, biz belə bir şey eləsək, bütün ölkə bizdən danışacaq, biz tanınacağıq, bunun qarşısını almaq üçün təbliğat niyə aparmırsınız? Yəni başa düşdünüz də, iPhone 17 hədiyyə verməyə follow yığaq, 300 manat, 500 manat, həkimlərdən, ondan bundan zorla takipçi qazanmaq ki, orada rəqəm görsənsin ki, filan həkimi 300 min adam izləyir, amma o həkimin heç 300 qramlıq fəaliyyəti yoxdur. Yəni siz haçan Türkiyənin məşhurlarına baxacaqsınız, Türkiyənin influencerlərinə baxacaqsınız və belə sosial mövzularda, necə deyim sizə, biraz özünüzü qabartıb göstərəcəksiniz. Yoxsa yaltaqlıq edib bəzi videolar çəkməklə özünüzü bəzi qurumlara xoş göstərmək istəyirsiniz ki, ayaman sizi bir-iki dənə tədbirə çağırsınlar. O uşaqların yerinə sabah Azərbaycanda da hansısa bir diqqətdən yayımlanmış uşaq ola bilər ki, valideynlərinin sevgisini almayan uşaq qəhrəman olmaq istəyər. Məşhurlarımızın içində də oldu. Gördünüz ki, ehtiyatsızlıqdan bir məşhur atasını qətlə yetirdi, öldürdü, nə bilim, kimsə ehtiyatsızlıqdan vurdu, kimsə öldürdü. Bu haqda niyə danışmırsınız? Biz bu günləri bütün sosial şəbəkə nazirin qutab yeməyindən danışır. Kəşki bizim də uşaqlar bir böyük bir ixtira edəydilər, hansısa bir, nə bilim, nəysə uçurdaydılar göyə, necə ki biz gördük, içində uşaqlar su butulkalarına raket düzəltdilər və onu uçurtmuşlar, amma bizdə qutab yeməyi bu günlərə ən aktual mövzudur. Bəs məktəbdə olan problemlər, məktəbdə olan özbaşınalıqlar, şəhərin mərkəzində bir qız canına qıydı, özünü pəncərədən atdı, öldürdü, nə tez yadınızdan çıxdı. O qız uşağına nə qədər ləkələr yaxdınız ki, o qız nəm tərbiyəsiz idi, nə idi, nə döyürdü. Ən rahat şey bu ölkədə ölünün dalıcı danışmaqdır. Niyə bundan danışmırsınız ki? Niyə də mənə maraqlıdır.